Salam, bugünkü izahımız olacaq 9-cu sinif ümumi tarixdən 3-cü paragraf, yəni Almaniya mövzusudur. Deməli, ilk öncə danışaq Almaniya 19-cu əsrin birinci yarısındakı tarixindən. Deməli, 19-cu əsrin əvvəllərində Almaniya siyasi cəhətdən, həm siyasi cəhətdən dağınıq idi, həm də feodal qaydaları var idi. Bax, əvvəlki dəstəklərdə verildi, Almaniyada 360-a yaxın dövlət var idi. Və Viyana Konqresində amma Alman dövlətlərindən ibarət Alman İttifaqı təşkil edilir. Bunlar arasında da ən güclüsü Prusiya və Avstriya idi. Viyana Konqresi də 1814-15-ci illərdir, bilirsiniz. Və deməli, amma bu Prusiya ilə Avstriya arasında da mübarizə gedirdi. Deməli, Almaniya torpaqlarının əksəriyyəti feodal qaydaları ilə idarə olunurdu, amma bəzi yerlərdə muzləməkdən də istifadə olunurdu. Yəni, muzləmək də tətbiq olunurdu. Bu, adətən belə yerlər Fransa ilə sərhəd bölgələrdə yerləşirdi. Bax, diqqətlə saxlayırıq, bunu tezdən sualı ola bilər. Hansı yerlər idi? Fransa ilə sərhəd bölgələrdir. 1834-cü ildə Avstriya istisna olmaqla Alman dövlətlərinə Almaniya İttifaqında gömrük rüsumu ləğv olundu, daxili gömrük haqqı və bu da təbii ki, inkişafa səbəb olur. Amma yenə də siyasi pərakəndəlik, vahid çəki, daha doğrusu müxtəlif çəki ölçü pul vahidlərinin olması təbii ki, iqtisadiyyatın inkişafına mane olur. 1848-ci ildə Almaniyada inqilab başlayır. İnqilabın başlıca məqsədi nədir? Ölkənin siyasi cəhətdən birləşdirilməsi, bir də feodal qaydaların ləğv edilməsi. Ölkənin siyasi cəhətdən birləşdirilməsi, feodal qaydaların ləğv edilməsidir. Deməli, inqilabi qüvvələrin təzyiqi ilə Alman parlamenti fəaliyyətə başlayır və deputatların da əksəriyyəti vahid Alman imperiyasının yaradılması ideyasını irəli sürmüşdür. Amma Prusiya və Avstriya arasında olan ziddiyyətlər bu ideyanın həyata keçirilməsinə mane olur. 1849-cu ildə isə deməli, Alman dövlətlərində inqilabi qüvvələr əleyhinə fəaliyyət güclənir və deməli, Alman parlamenti qovulur, inqilab yatırılır, məğlubiyyətə uğrayır. Amma inqilabın əsas nəticəsi Prusiyada konstitusiyanın qəbul edilməsi oldu. Sonra danışaq Almaniya 19-cu əsrin ikinci yarısında. Deməli, burjua inqilabından sonra Almaniyada kapitalizmin inkişafı sürətlənir, sənaye çevrilişi başlayır. Baxın, sənaye çevrilişi başlayır. Və Prusiya Krallığı vahid Alman dövləti yaradılması üçün yenə mübarizəyə başlayır. 1862-ci ildə deməli, Otto von Bismarck baş nazir olur. O da ki, düşünür ki, Almaniyanı yalnız güc yolu ilə, yəni dəmir və qanla birləşdirmək mümkündür. Bunun tərəfdarı olur bu. 1864-cü ildə Danimarka ilə müharibədə ondan 2 dənə Alman hersoqluğu geri alınır. Amma bu Alman hersoqluqlarının idarə edilməsi uğrunda mübarizə olur və bu da müharibəyə gətirir. Kimlər arasında? Prusiya və Avstriya arasında. Müharibəyə səbəb olur. 1866-cı ildə bunlar arasında Sadova döyüşü olur. Həmin bu döyüşdə təbii ki, Avstriya məğlub olur və Alman dövlətlərinin artıq Almaniyanın birləşdirilməsi yolunda başlıca maneə axı Avstriya idi. Bu Avstriya da aradan qalxdığına görə artıq yəni bunu məqbul hesab olunur. Almaniya İttifaqı ləğv olunur. Onun yerinə Şimali Alman İttifaqı yaranır. Almaniya İttifaqı yaranmışdı 1814-15-də Viyana Konqresində. Şimali Alman İttifaqı yaranır. 1866-dan sonra 66, əvvəlki dəstəklərdə 67 verildi. İndi amma il yazmır konkret, elə 66-dan sonra kimi nəzərdə saxlaya bilərik. Amma Şimali Almanla Alman İttifaqını qarışdırmayaq. Sonra keçək digər məsələ Fransa. Fransa istəmir ki, qonşuluğunda belə bir güclü dövlət olsun, vahid dövlət olsun. Yəni, vahid Alman dövlətinin yaradılmasını heç istəmir. Buna görə də Prusiya ilə müharibə olur bunlar arasında. Əvvəlki dərsliklərdə, lap köhnə dərsliklərdə verilirdi. Sedan fəlakəti, Metz qalası yaxınlığında döyüş 1870-ci ildə. Orada deyir ki, 3-cü Napoleonda da, 3-cü Napoleon orada biabırcasına məğlub olur və müharibədə Prusiya qalib gəlir. Və 1871-ci ildə Versalda Almaniya imperiyasının yaradılması elan edilir və imperiyanın da konstitusiyası qəbul olunur. Birinci Wilhelm imperator olur, Bismarck isə kansler, yəni baş nazir olur. Onlar da baş nazir, kansler olur. Sonra Almaniya iç böyük dövlətlə, yəni iç güclü dövlətlə sərhəd olduğu üçün bunlardan biri ilə təbii ki, yaxınlaşmalı idi. Ona görə də Avstriya Macaristan imperiyası ilə yaxınlaşır. 1879. İndi dəstəkdə yoxdur bu. 79-cu ildə bunlar yaxınlaşırlar. Amma İtaliya isə 1882-ci ildə bunlara qoşulur. Onlar Üçlər İttifaqı.
Artıq müstəmləkələr uğrunda deməli mübarizə əsasən İngiltərə ilə, yəni rəqabəti var idi. Müstəmləkələr uğrunda mübarizə əsas rəqibi İngiltərə idi. İndi danışaq Almaniya 20-ci əsrin əvvəllərində. Deməli bu zaman Almaniya sənaye istehsalının həcminə görə Fransa və Böyük Britaniyanı ötüb keçir. Amma ABŞ-dən geri qalır. Bunu qeyd də demişdik ki, Böyük Britaniya ABŞ və Almaniyadan sonradır. Deməli, xarici ölkələrə qoyduğu kapital da artırdı. Osmanlı İmperiyasında yüksək nüfuz əldə edir. İngiltərə ilə rəqabətə hazırlaşır və artıq müharibə xəttinə əsas götürür. Çünki baxın, mən əvvəldə də dedim ki, 360-a yaxın dövlət var idi Almaniyada. Dağınıq formasındaydı, yəni siyasi cəhətdən. Almaniya özünü birləşdirib, vahid imperiya yaradandan sonra baxır görür ki, artıq dünya bölüşdürülübdür. Yəni müstəmləkələr uğrunda mübarizədə, yəni əsas müstəmləkələri ələ keçirib İngiltərə, Fransa bunlarındır. Ona görə də yəni bu da ortaya çıxır ki, bəs yəni bu xətti götürməyinin səbəbi odur ki, hərbi xəttin, müharibə xəttinin səbəbi budur ki, Almaniya özünü yenicə birləşdirdiğində artıq başlayıb yeni müstəmləkələr axtarır. Və 1905-ci ildə Alman baş qərargah rəisi Schlieffen plan hazırlayır. Fransa və Rusiyaya qarşı müharibə planı idi bu. Bu plana əsasən əvvəlcə Fransa məğlub edilir, sonra isə Rusiya ilə müharibə aparılmalı idi və Rusiyaya qarşı müharibə aparmalı idi. Ümumiyyətlə Almaniya hər tərəfli müharibəyə artıq hazırlıq işləri görürdü. İzahımız bu qədər, sağ olun.